Hamımız idmanda böyük qələbələri, qazanılan çempionluqları, son anda vurulan qolları, yüzlərlə, minlərlə azərkeşin bu vurulan qollara, icra edilən fənlərə sevməsini görür və idmanı beynimizə bu cür təsəvvür edirik. Bu icebergin görünən estetik tərəfidir və turnirlər bitdikdən sonra icebergin görünməyən, suyun altında qalan daha soyuq, qaranlıq hissəsi, yəni idmanın pərdə arxası başlayır. Burada idmançıların ağır məşqləri, məşqlərdə tökülən tərlər, zədələr, psixoloji mübarizəsi, maddi sıxıntıları, yəni qeyd etdiyim kimi idmanın görünməyən tərəfi pərdə arxası başlayır. İdmana başlamaq təkcə idman zalında qeydiyyatdan keçmək, yeni ləvazimatlar almaqla olmur. Burada idmanın pərdə arxasında biz sizə vitrində olanları deyil, görünməyən qaranlıq məqamları işıqlandırmağa çalışarıq. İdman camiəmiz üçün xeyirli, faydalı, uğurlu olsun. Yeni layihəmiz idmanın pərdə arxasında ilk qonağımız məktəbə qədər təhsil üzrə mütəxəssis Xalidə xanım Rızayeva olacaq. Xalidə xanım həm işinin peşəkarı, həm də təcrübəli idmançı valideyni kimi bugün qonağımızdır. Onunla idmanımıza, yeni idmana başlayanlar üçün faydalı olan məqamları işıqlandırmağa çalışarıq. Karate həqiqətən uşağı dəyişir, yoxsa valideynin uşaq üzərindəki arzuları reallaşdırır? Məsələdə Rafael Ağayev kimi olmaq, arzu etmək gözəldir. Burada həm valideynin arzusuyla övladının potensialı və onun inkişafı hamısı bir balans təşkil etməlidir. Yəni, heç bir məşqçi, müəllim, seyirbaz deyil ki, bir çubuq toxundurmaqla dərhal bizim uşağımızı dəyişdirsin. Biz ailədə 5 nəfərik. Əgər oğlumuz karateye gedirsə, biz ailəvi olaraq sim klubun üzvüyük. Yəni, Xalidə xanım, salam, xoş gördük. Salam, Elmin müəllim, təşəkkür edirəm dəvətiniz üçün. Yeni layihənizin ilk qonağı olmaq mənim üçün xüsusi bir zövq oldu. Uğurlu olacağına əminəm və düşünürəm çox faydalıdır. Həm valideynlər üçün, həm də idmançılar üçün izləmək. Təşəkkür edirəm Xalidə xanım. Sizi ilk verilişimizə dəvət etməkdə elə məqsədim əvvəlcədən sizin təcrübənizi valideynlərlə, yeni idmana başlamaq istəyənlər və idmanda olan valideynlərlə bölüşməyinizdir. Çünki dəyərli təcrübəniz var, uşaqlarla işlədiyinizi bilirik və bununla bərabər də övladınız uzun illərdir karate idmanla, yəni mənim yanımda məşğul olur. Bu təcrübənizi də bölüşməyiniz bizim həm verilişimiz, həm də bizi izləyənlər üçün faydalı olacaq. Bundan əlavə verirəm ki, böyük övladlarımız da uzun illər aktiv belə deyək, ölkəmizi təmsil ediblər rəqs sahəsində. Ona görə sizin təcrübələrinizdə həm mütəxəssis olaraq, ibtidai təhsil mütəxəssis olaraq, həm də bir təcrübəli valideyn kimi bölüşmək bizim üçün də maraqlı olar, həm də faydalı olacaq. Təşəkkür edirəm. 20 il, hətta 20 ildən artıqdır deyə bilərəm ki, məktəbə qədər təhsil sahəsindəyəm. Peşəkar iş sahəm uşaqlardır və belə deyək də, mən iş sahəm 6 yaşa qədər dövrün yaş xüsusiyyətlərini əhatə etsə də, məhz bu dövr insanın həyatının qızıl dövrüdür və orada bütün uşağın gələcək təməl bacarıqları formalaşır. Ona görə də o sahədə biz artıq növbəti mərhələdə hansı sahələrdə uşaq uğurlu ola bilər və daha çox diqqət nəyə yetirilməlidir, buna vurğu vururuq və 3 övladımdan siz də vurğuladınız. Böyük qızlarım da peşəkar rəqs ansamblının üzvü olublar və bu da aktiv bir fiziki hazırlıq tələb edən bir sahə olub. Eyni zamanda da artıq 7 ildir Aydın sizin klubun üzvüdür və bugün mənə də maraqlıdır ana kimi öz təcrübələrimi paylaşmaq. Təşəkkür edirəm dəyərli fikirlərinizə görə. Elə sizlə birinci mövzuya, belə deyək, birinci suala giriş eləyək. Valideynlərin ümumi yanaşması necə olmalıdır idmana, bizim idman növü olan karateyə və idman sizin də yaxından dediyim kimi illərdir içində olduğunuz bir prosesdir. Burada karate həqiqətən uşağı dəyişir, yoxsa valideynin uşaq üzərindəki arzuları reallaşdırır? Maraqlı sual qoydunuz. Əslində bu sonuncudan deyim ki, valideynin arzuları faktı da burada var və valideynin arzusu
gözəl bir şeydir. Sadəcə olaraq burada valideyn öz arzularını nə formada tənzimləyir və onu nə formada həyata keçirir, ona istəyərəm vurğu vurmaq. Ümumiyyətlə valideynlik özü də digər peşəkar peşə sahələri kimi bir peşədir, bir sahədir. Belə əgər buna bu tərəfdən baxsaq, necə məsələn bir uzun illər həkim olmaq üçün təhsil almaq, təcrübə qazanmaq və digər sahələr, istər memar olsun, istər məsələn siz öz sahənizin bir peşəkar məşqçisiniz, bura gələnə qədər görün necə bir yol keçmisiniz. Eyni zamanda valideynlik də belə bir peşəkarlıq tələb edir. Ona görə valideyn idmana yanaşmada da hədəflərini doğru və seçimi doğru seçməlidir və burada həm valideynin arzusuyla övladının potensialı və onun inkişafı hamısı bir balans təşkil etməlidir. Çünki idman bir məsuliyyətdir və fiziki hazırlıq bir uşağın, insanın formalaşması üçün vacibdir və önəmlidir. Ona görə bura tək arzu kimi deyil, eyni zamanda da peşəkar və inkişafa yönələn bir yol kimi baxmaq lazımdır. Yəni, gözəl vurğuladınız və əsas orada sizin vurğu etdiyiniz balans məsələsinə gəlmək istəyirəm. Çünki burada bizim idmanda daha çox istifadə etdiyimiz üçbucaq məsələsi, yəni üçbucağın üstündə uşaq yerləşir, məşqçi və valideyn bu həm dəstək olmalıdır, həm bu üçbucaq işləməlidir ki, uğurlu nəticədə olsun. Yəni ona görə də mən valideynin ümumi yanaşması barədə sizdən cavab almaq istəyirdim ki, o sərhədləri pozmamaq şərti ilə arzular, çünki ola bilər ki, valideyn özü nə vaxtsa futbolçu olmaq istəyib, karateci olmaq istəyib, güləşçi olmaq istəyib, orada hər hansı bir səbəbdən uğur qazana bilməyib və yaxud o idmana gedə bilməyib. Bugün onu övladından tələb kimi yox, yəni ona belə deyək, o idmanda sınaya bilər. Uşağın özünün istəyinin olması vacibdir. Yəni biz bunu məşqlərimizdə də görürük. Mən həmişə deyirəm, üçbucağın işləməsi üçün birinci vacib olan uşağın istəyidir. Mən sizə açıq deyim, mən öz ailə təcrübəmi bugün paylaşıram. Biz ailədə 5 nəfərik. Əgər oğlumuz karatəyə gedirsə, biz ailəvi olaraq sizin klubun üzvüyük. Yəni biz valideynlər də sizin kluba yazılmış hesab edirik özümüzü. Yəni yanaşma bu formada olanda biz özümüz yaxından sizin uşaqlarla etdiyinizi hiss edirik. Orada bir növ iştirak edirik və belə olduqda da övladımızı da doğru dəstəkləyə bilirik. Yəni çünki ancaq uşaq gedir və uşaqdan tələb etməklə o olmur. Bir də uşaqların da potensialları fərqlidir. Məsələn, mən öz oğlumun potensialı ilə digərini belə deyə də müqayisə edə bilmərəm. Valideyn də öz övladının potensialını birinci doğru qiymətləndirməlidir və onun potensialına uyğun da məşqçi ilə bərabər dəstək olaraq uşağı uğura gedən yolda dəstəkləməlidir. Gözəl vurğuladınız. Müqayisə ən böyük problemdir. Çünki valideyn adətən öz övladını məşqdə ondan daha əvvəl başlamış uşaqlarla müqayisə eləməyə çalışır və ola bilər hansı yarışlarda uğurlu olan müqayisə eləməyə çalışır. Bu da uşağa psixoloji təsir edir və uşağı belə deyək, karatədən, idmandan ümumiyyətlə soyuda bilir. Çünki onun idmana gəlməkdə çox doğru. Yəni belə deyək, sevgisi azala bilər. Uşağı idmana ümumiyyətlə qoyanda və yaxud elə bizim öz ixtisasımız olan karatəyə yazdıranda valideyn orada belə deyək, əksər valideynlər fikirləşir ki, onun övladı karatənin belə deyək, ulduzu Rafael Ağayev olacaq. Bu yanaşma səhvdir. Çünki bu zamana buraxılmalı bir... Bəli, bu zamana biraz buraxılmalı məsələdir. Çünki o cür düşünə bilər. Amma o cür yeni başlayan uşaqdan tələb eləyəndə bu artıq ona əlavə yük olduğuna görə siz dediniz, mən öz övladımın potensialını bilirəm və onu digər uşaqlarla müqayisə eləmirəm. Və valideyn bu müqayisəni başlayanda övladından idmana sağlamlıq üçün, özünü müdafiə üçün, belə deyək, psixoloji
yetkin bir fərd yetişməsi üçün baxmayanda, yəni bu baxış bucağı olmayanda artıq uşaqdan o nəticə onsuz da illər sonra gələn bir şeydir. Razıyam. Yəni ilkin nəticə kimi biz uşağın kəmər bağlamağını da nəticə kimi qəbul etməliyik. Elməm, amma deyirlər general olmağı arzulamaq, yəni əskər üçün bu vacib bir, belə deyək də, məsələdir. Rafael Ağayev kimi olmaq arzu etmək gözəldir. Amma məsələn, ola bilər ki, mənim övladım, müqayisə nəyə görə deyirəm? Fiziki bəlkə də hansı daha uğurlu uşaqdan deyək güclü ola bilər. Bəlkə psixoloji hazırlığında bir fərq var və yaxud da ki, tam yanaşmasında, disiplininin formalaşmasında. Ona görə yəni mən hesab edirəm ki, övladı doğru dəyərləndirmək vacibdir. Bir də məsələn nəyə görə üçbucaqda məhz uşağı dəstəkləmək vacibdir. Çünki siz məsələn komandada uğur qazanan, hansısa bir yarışlarınızda medal qazanan uşaqları orada komandada təqdim etməyiniz fərqli ola bilər, amma biz evdə valideyn ola bilər onda uşaqda başqa bir qısqanclıq duyğusu və yaxud da uğursuzluq duyğusu kimi bunu ötürər. Bu kompleks olmalıdır. Yəni komanda üzvünün, həmvətəninin, dostunun uğuru da uşağı sevindirməlidir. Və bəli, onun kimi uğura getmək istəyirsə, onun üçün çalışmalıdır. Yəni bu moment çox önəmlidir ki, uşağın beyninə bu informasiya doğru otursun. Mən sizdən razıyam. Hədəf mütləq olmalıdır. Çünki uğura gedən yol məhz o qoyulan hədəfə doğru gedilən yoldur mənə görə. Amma tələb məsələsi var. Yəni bunu daha tez tələb eləmək, daha qısa zamanda çempionlaşmasını gözləmək bu yanlış yanaşma olur. Çünki mən bayaq qeyd elədim, uşağın belə deyək, bir ay məşq edən uşağın artıq kəməri sərbəst bağlamağı bu bir uğurdur. Uşağın gəlib belə deyək, o qaydalara, karate bizə nəyi öyrədir? Təmkinli olmağı, səbirli olmağı və qarşısındakına hörmətlə yanaşmağı. Çünki bizim məşqimiz belə deyək, salamlaşma ilə bitir, rəqibini salamlaşma ilə döyüşə başlayır, rəqibini salamlaşma ilə hücumları etməyə başlayır, fənləri icra etməyə başlayır və bitəndə də eyni qaydada bir-birinə hörmət olaraq, bəli, salamlaşma bu mütləqdir. Bu, qarşısındakına hörmət etməyi öyrədir və uşaqda da bunu tərbiyə edir, belə deyək. O artıq özünün o içindəki belə deyək, kontrol edə bilmədiyi hissləri kontrol etməyi öyrənir. Bunun özü bir uğurdur. Xırda, yəni bu damla göl olar məsələndə də elə buradan biz yanaşa bilərik ki, kəmər bağlamağı, hansı bir fənni icra etməyi öyrənməyi, yeni bir zərbəni vurmağı, kəmər imtahanında pilləli şəkildə biz gedirik də, iştirak etməyi. Aydının siz vurğuladınız 7 il Aydın belə deyək, məşqləri buraxmadan, mütəmadi məşq eləyərək qara kəmər səviyyəsinə gəlib çatdı. Bəli, 2026-nın yanvar ayında. Məşqə başlayan valideynə biz desək ki, sənin övladın 7 ildən sonra qara kəmərə çatacaq, bu böyük bir müddət kimi ona görünə bilər və yaxud onu çəkindirə bilər. Amma o 7 il necə keçdi, orada hansı hissləri Aydın yaşadı, hansı zədələr oldu, hansı ağrılar oldu, bəzən ruhdan düşmələr oldu, qələbələr oldu, böyük nəticələri oldu. Yəni Aydın Dünya Çempionatından 2023-cü ildə medal gətirib, 2024-cü ildə yenidən bir uğur Azərbaycana gətirən yəni idmançılarımızdandır. Bu uzun bir müddətdir. Bunu mən qeyd eləmək istəyirəm ki, yəni ümumi yanaşma deyəndə mən onu nəzərdə tuturdum ki, valideyn bunları görməlidir. Biz bu indi birazdan o məsələlərə də gəlir. Yəni görünməyən tərəfləri, yəni məhz verilişin pərdə arxası adlandırmağı da idmanın pərdə arxası. Yəni idmanın görünən tərəfi o estetik tərəfini hamı göstərir bizə. Efirdən biz onu görürük, amma o qaranlıq tərəfləri var. Yəni birazdan onlara da gələrik. Ona görə deyirəm ki, yəni o üçbucağın da siz gedirsiniz işləməsi üçün valideyn övladını düzgün dəyərləndirməli və onun hər uğuruna sevinməlidir. Hətta uğursuzluğunda da, məğlubiyyətlərində də köklənməlidir də. Valideyn daha çox məsələn nəticəyə deyil dərhal, prosesin özünə də köklənmək vacibdir ki, o prosesdə uşağı doğru anlarda doğru dəstəkləyə biləsən və uğur üçün daha belə deyək də motivasiyasını saxlayasan. Çünki bu uşaqda indi daxili motivasiya insanda əlbəttə ki, o dünyaya gəlişdən var. Amma o eyni zamanda valideyn uşağın müəyyən mərhələyə qədər, yaşa qədər gəlib çatmağında ən yaxın bələdçisidir, yol göstərənidir. Və onun istiqaməti burada çox böyük rol oynayır.
Onda biz keçək növbəti sual ilə Bəli. bu mövzunun davamı Bəli, olaraq bəli, buyurun. idman uşağın gələcək karyerasıdır, yoxsa sağlam və güclü şəxsiyyət kimi formalaşmasında əlavə bir vasitədir? Burada valideynin rolu nə dərəcədə həll edicidir? Qəşəng. Bu sualı mənə də verirlər. Məsələn, qızlarım da rəqsə gedəndə deyirdilər ki, rəqslə məşğul olacaqlar ki, o yəni üzrə gedəcəklər. İndi məsələn Aydınla da idman üzrə yönəldəcəksiniz, idmançı olacaq. Bu belə ola da bilər, olmaya da bilər. Yəni əlbəttə ki, uşağın idman karyerası ilə gedən uşaq bu bir istiqamət, bir yoldur. Yəni amma Çətin bir yoldur. Çətin bir yoldur. Yəni yenə də o uşağın əzmkarlığı, potensialı, istəyi, ailənin ona dəstəyi, bu əlbəttə ki, uşaqda gözəl bir idman karyerasını sonlandıra bilər. Yəni bizim timsalımızda bu beləmi olacaq? İndi onu biraz zaman yəqin göstərər, amma karyera yüksəlişi idmanda olmasa belə, bu uşağın inkişafı üçün, bu 18 yaşa qədər olan dövrünün inkişafında disiplinli bir idmanda olmaq bu böyük bir vacib bir məqamdır uşağın özü üçün, formalaşması üçün. Yəni uşaq təkcə inkişaf məktəbdə o akademik biliklərlə kifayətlənmir axı ki, universitetə hazırlıq və s. bu paralel bir idman növündə olmağı insanın həyatı üçün vacibdir deyə hesab edirəm. Amma karyerası olacaqsa nə gözəl. Çünki belə deyək, sağlam və güclü şəxsiyyət kimi formalaşması ən azından uşaq həftədə 3 dəfə minimum götürsək, yəni dəyişmədən illərlə eyni saatda məşqlərə gəlməsi artıq onda bir disiplini tərbiyə etmiş olur valideyni və idmanın ona faydasıdır. Çünki amma o disiplini birinci valideynlər də gərək ailədə formalaşdırsınlar. Çünki külək əsir. Məsələn, baxın, bu mənim iş sahəmdir. Mən məsələn çox oluram da valideynlərlə görüşlərdə, seminarlarda, təlim proqramlarında. Yəni bu disiplini uşaqda yaratmaq üçün gərək ailə özü o disiplində olsun. Ümumiyyətlə aktivliyə gərək hazır olsun ailə. Tutaq ki, bugün hava soyuqdur, getməyək məşqə, külək əsir getməyək və yaxud da ki, hansısa bir gəzməyə gedirik, harası gedirik, bunları və düşünün ki, o yanaşmanı da uşağa ailə ötürür, axı valideyn ötürür o yanaşmanı ki, demək, belə də etmək olar. Amma məsələn, bir idman növü ilə uşaq məşğul olursa, valideyn özü də onu ciddi hesab etməlidir, o məşqlərə getməyi ciddi hesab etməlidir və bunu uşağa doğru aşılamalıdır. Yəni, niyə yaxşı məşq eləmirsən, niyə məsələn, tutaq ki, yarışda qalib olmursan, elə mühakimə etməklə, göstəriş verməklə deyil də, yəni biz uğurlu olmağımız üçün davamlı məşqlərdə aktiv olmalıyıq, getməliyik, iştirak etməliyik bunun vacibliyini. Çünki uşaq hiss edəndə ki, valideynim də bunu vacib hiss edir, buna inanır, o zaman onun da yanaşması o istiqamətdə formalaşır əlbəttə ki. O qeyd etdiyiniz məsələ disiplin və həm də səbirdir. İdmanda da səbirli olan həmişə gec-tez nəticəsini mütləq. Mən bunun nəticəsini, baxın, indi siz məni dəvət etmişsiniz bir ailə, valideyn təcrübəsi paylaşmağa. Düşünürəm ki, bunu qeyd etsəm bizi izləyənlər üçün də maraqlı olar. Demək, bizim valideynlik təcrübəmiz, uşağımızın neçə yaşı, illəri varsa, o qədər də təcrübəmiz var da. Məsələn, hal-hazırda mənim 2 övladım ölkə xaricində, Avropada təhsil alır və o 15 hətta 17 il o peşəkar idman, rəqs disiplini hal-hazırda onlarda ölkə xaricində yaşamaqları üçün bir fundamentdir. Mən onu çox ciddi qiymətləndirirəm və bədii rəhbərləri, məşqçiləri ilə də bu barədə bölüşmüşəm fikirlərimi. Ki o uşaqların məsələn bir ölkədə baş çıxarması, orada məsələn işləməyi, orada deyək ki, məsələn valideyn yoxdur yanında, özləri öz bütün kommunal məişət ehtiyaclarını həll etmələri, bir kənar bir ölkədə öz ölkə nümayəndəsi kimi özünü təqdim etməyi, yaşamağı, oxumağı, bütün bunları bir arada gətirmək üçün mən həmin o qoyulan disiplinli idman fundamentinin rolunu böyük görürəm.
və hal-hazırda da sizin klubda da öz övladımı məhz o yanaşmayla belə deyək də artıq çünki 2 müsbət təcrübəm var. Onun belə deyək də faydasını görmüşəm. Sizin bu cavabınız elə bizim sualı tam belə deyək aydınlaşdırdı. Çünki karyerası yoxsa sağlam və güclü şəxsiyyət kimi formalaşması hər ikisi burada var. Hər ikisi. Çünki onlar həm idman karyerası özləri üçün qazandılar, həm də şəxsiyyət kimi formalaşdılar. Eyni şeyi amma baxın, eyni zamanda da bir hörmət qazanırlar. Məsələn, deyirlər ki, mən deyək ki, illərlə, bir var 1 il, 2 il getmişəm, bir qonaq kimi o klubda iştirak etmişəm. O başqa, yenə də deyirəm də, o özü də insanın şəxsiyyəti və imicində bir demək, bir ciddilik yaradır, bir hörmət yaradır ki, nə gözəl bu qədər illər deməksən, belə bir komandanın üzvü olmusan, bu qədər yarışlarda iştirak etmisən, bu qədər həyat bacarığı və disiplini qazanmısan və bu çox önəmlidir. Çünki səfərlər zamanı artıq elə ölkədən çıxış zamanı o sərhəd keçid proseduru var. Onu öyrənməklə hər şey başlayır. Uşaq artıq valideynsiz məşqə gedir və o bütün proseslər uçuşdan başlamış, səfərdə oteldə olduğu müddət, qidalanması, sərbəst seçim etməyi, yeməklə bağlı, yarışda iştirakı, özünün hansı karatədən göstərək, tatamidə saat neçədə vuruşacaq, o artıq onun üçün məsuliyyətdir. Çünki mən məşqçi olaraq ona bir gün öncədən deyirəm, sən filan tatamidə filan saatda döyüşürsən, filan ləvazimatları, rəngli ləvazimatları geyməlisən. Artıq bunu özündə belə deyək, avtomatik olaraq icra etməyə başlayır, öyrənir və gələcəkdə də tələbə kimi o artıq bilir ki, səhər filan saatda mən dərsə getməliyəm, evdə filan işləri görməliyəm, sabaha dərslərimi bu cür hazırlamalıyım və buradan da biz belə bir qənaətə gəlirik ki, həm karyerası, həm də şəxsiyyət kimi idman onun formalaşmasında mühüm rol oynayır. O bacarıqlar da bütün həyatı boyu onun üçün resursdur. Elə bil ki, o bir sərmayədir. Biz bugün bu yatırımı edirik, amma o elə bil ki, bir növ öz bagajında ömür boyu onu özü ilə daşıyacaq və o resursdan hər zaman vacib məqamlarda istifadə edəcək. O zaman növbəti suala elə belə deyək, biraz kəskin keçid eləyək. Valideyn məşq prosesinə müdaxilə etməlidir. Aha, maraqlıdır. Məşq prosesinə müdaxilə etməlidirmi? Əsla. Müdaxilə etməməlidir. Məşq prosesini valideynin məşq prosesindən xəbəri olmalıdır, izləməlidir, dəstəkləməlidir. Necə? Müəllimlə müzakirələrdən əlbəttə ki, yəni məşqlərdə uşaqlar nəyin əsasında öyrənirlər, hansı təmrinləri öyrənirlər. Məsələn, deyək ki, nə vacibdir? Bu, müəllim məşqçi vasitəsilə məlumatlı olmalıdır, amma müdaxilə olmamalıdır. Müdaxilə olduğu halda məşqçinin orada mövqeyi dəyişir uşağın gözündə və bu ümumiyyətlə mənim fikrimdir. Yəni bu prizmadan mən məktəb belə deyək, komandasına da yanaşıram. Bağça komandası olsun, məktəb olsun, idmana gəlirsə məşqçi olsun. Yəni uşaq üçün məşqdə məşqçi avtoritetdir. Onun verdiyi sözlər, qoyduğu qaydalar və biz ailə olaraq da o qaydalara hamımız riayət etməliyik, onu qəbul etməliyik. Əgər o komandanın üzvüyüksə, oradayıqsa. Yəni müdaxilə olmalı deyil. Müzakirəli şəkildə amma olmalıdır. Valideyn, yəni xəbəri olmalıdır. Həmən o üstbucaq məsələsi. Çünki orada valideyn uşağın məşqi ilə qeyd etdiniz, maraqlanmalıdır. Lazım olanda məşqin sonunda. Bunu hər məşqdə etməyə də ehtiyac yoxdur. Yox, əlbəttə ki. Müəyyən belə deyək də o. Amma valideynin məsələn bir anlayışı olmalıdır. Məsələn, mən karateye gələndə ta ki orada ilkin yarışlarda mən başa düşmürdüm də harda udur, kim udur. Daha təcrübəli valideynlərdən yanımda soruşurdum. Çünki görürdüm ki, qışqırırlar, əl çalırlar, amma tam başa düşmürdüm ki, yəni uddu, necə oldu. Məsələn, məlumatlı olmaq yaxşıdır ki... Biz eləməz bu sualı qaldırmaqla belə deyək, valideynləri də indi maarifləndirmiş oluruq. Əlbəttə. Çünki valideyn bilmədən həmən məşq prosesində
düzdür, bizim məşqlərdə məşqi valideyn seyr eləyə bilir. Yəni rahat məşqi Bəli, müdaxilə bəli, eləyə bəli. bilir. Belə də biraz qapı arxasından rahat izləyə bilər Bəli, məşqi. bəli. Amma bəzi məşqlər olur ki, yəni biz indi ümumi idmandan danışırıq. Orada birbaşa zalda Bəli. valideyn otura bilir, ayağını qaldır filan hərəkət elə. Bu artıq məşqə müdaxilə olur. Çünki Əlbəttə. Yox, o uşaq, doğru deyil. Qalır məşqçi və yaxud valideynin hansının komandasına qulaq assın. Yəni bu artıq məşqə müdaxilə sayılır və eyni zamanda da həmin proses yarışlarda da davam edə bilir. Məşqçi Çox doğru. sekundant olaraq oturur uşağın arxasında, ona döyüşün geçişində belə deyək, kömək etməyə Düzdür. çalışır. Kənardan daha aydın görünür və tələbəsini daha yaxşı tanıyır. Tamamilə məşqçi. razıyam. Oradan valideyn qışqıranda tribunadan ki, bunu elə, filan hərəkəti elə, bu artıq müdaxilə sayılır və uşağın özünə də belə deyək də, bu mənfi təsirləri daha çox olur. Çünki uşaq çaşqınlıq içində qalır və əslində belə deyək, məğlubiyyət olanda da sonra uşağa bir səbəb verir ki, mən valideynimə qulaq assın və yaxud valideynə deyəcəm, məşqçinin dediyini elədim. Bu biraz yəni bu məsələlərdən yayınmaq lazımdır ki, çünki bu Mütləq. məşqçiyə etibar etmişik, uşağı gətirib məşqçiyə vermişiksə, məşqçinin belə deyək, məsləhətləşib məşqçi deyə bilər ki, evdə filan hərəkətləri eləsin. Məsələn, mən bəzən valideynlərə deyirəm, Bəli, evdə bəli. bu hərəkətləri Bəli, təkrar eləsə bəli. daha faydalı Bəli. olacaq. Valideyn bilmədən evdə özü məşqdə gördüyü hərəkəti uşağa Bəli. vermək istəyirsə, bu da artıq müdaxilənin başqa bir növü sayılır. Və yaxud da ki, başqa bir hər hansı, tutaq ki, deyək ki, videolar göstərir ki, otur bunları et, yox. Yəni, bu pərakəndəlik yaradacaq uşağın beynində. Uşaq bir nəfəri dinləməlidir və uşaq valideynindən də bunu görməlidir. Bu nümunəni ki, biz yəni inanırıq, etibar edirik və ora biz müdaxilə etmirik. Yəni hər hansı bir məsələ ilə bağlı məsələn deyə bilər ki, müəllimlə bunu soruşub məsləhət etmək olar. Ta ki bunu əlavə edə bilərik. Davamında onu da növbət tutalım. Məşqçinin məsuliyyət zonası harada bitir və valideynin təsir dairəsi haradan başlayır? Məşqçinin məsuliyyət zonası sizin o öz belə deyək də məşq etdiyiniz zona klubun daxilindədir. Yəni sizin məsuliyyətiniz düzdür. Bəzi məsələlərdə deyək ki, valideyn məşqçi ilə məsələn də uşaqla bağlı bir məsləhət əlbəttə ki, alıb soruşa bilər, amma məşqçinin məsuliyyəti öz zonasındadır. Valideynin təsiri də bir də valideyn təsiri hissəsinə bir də soruşum, maraqlı oldu o hissəsi. Yəni məşqçinin məsuliyyət zonası harada bitir Bəli. və valideynin təsir dairəsi haradan başlayır? Haradan başlayır? Valideynin təsiri başlayır evdən, ailədən. Məşq bitdikdən sonra da deyə bilərik. Çünki uşağın valideynə təhvil verdikdən sonra. Verdik, bəli, sözsüz. Amma orada da davamını gətirməlidir də valideyn. Valideyn məşq nə edirsə, onun davamını valideyn gətirməlidir. Məsələn, biz necə edirik? Deyək ki, məşqdən sonra, məşq necə ki, məsələn, məşqə yola salırıqsa, uğurlar, yaxşı məşq arzulayıram. Qaydandan sonra, məsələn, ta ki, necə keçdi, müzakirə əlbəttə ki, olur ki, belə deyil də ki, uşaq da görməlidir ki, ailə mənim məşqlərim onlar üçün maraqlıdır, soruşurlar. Yəni, ola bilər biz də işdən gəlirik, yorğun olarıq, vaxtımız olmaz, amma bir zəhmət vaxt ayırmalıyıq. Yəni, bu bizim uşaqdırsa, biz ona məsuliyyət daşıyırıqsa, məşqçi ilə bərabər biz də çalışmalıyıq onun üzərində. O məsuliyyətlər hər birisi öz zonasında doğru tənzimlənəndə, bax biz deyirik ya, Elmi müəllim, yəni ideal olmur da sözsüz ki. İndi məsələn mən valideyn kimi özümü illərlə yetişdirmişəm və buna da davam edirəm. Elə bir şeylər var ki, o karandaş kimi mən də yonuram. Bəlkə məsələn 5 il öncə biraz başqa cür idim, 10 il öncə başqa cür ona baxırdımsa, o yonmayanda, insan özünü rəndələməyəndə çətin olur axı. Münaqişə yaranır. Amma indi bütün ailələrdə valideynlər də hamısı ideal olmaya bilər, amma fərqindəlik yaratmaq lazımdır ki, və təcrübələr paylaşmaq məhz bunun üçün faydalıdır. Biz elə faydalı olsun deyə, yəni pərdə arxasında keçirik ki, çünki o görünməyən tərəfidir, qeyd etdiyimiz kimi və orada sərhədlər də biraz
yerini dəyişə bilir, pozula bilir. Çünki Bəzən. məşqçi uşağın evdəki proseslərinə müdaxilə etməməlidir. Yəni evdəki məsələlərə göstəriş verməməlidir. Amma valideynin xahişi ilə mən məsəl üçün uşağa hansısa bir məsləhət verə bilirəm və yaxud bir sual kifayət edir ona ki, başa düşsün ki, burada artıq müəllimin də diqqəti var. Bəli, bəli. Dərslərin necə gedir? Bəli. Niyə filan sınavdan valideyn deyir ki, zəif nəticə almışsın? Yəni, ki, maraqlanasın. Bəli. Bu kifayət edir uşağa biraz orada özünü toparlasın, daha belə deyək, ciddi yanaşsın. Eyni qaydada da valideyn, yəni məşqçi ilə maraqlanıb məşqdən hansısa bir prosesləri evə apara bilər. Amma onu təhdid vasitəsi kimi istifadə etməməlidir. Qətiyyən. Yəni biz ona gəlirik. Orada ona görə mən sual verdim ki, məsələn, uşağın hansısa bir neqativ davranışı ilə bağlı səni idmana göndərməliyik və yaxud filan yarışa sən getmirsən cəza şeyi kimi və yaxud məşqçiyə deyərik, orada artıq məşqçini şey kimi qoyuruq, belə biraz cəza vasitəsi kimi qoyuruq, təhdid vasitəsi kimi qoyuruq. Yəni o balansı da qorumaq lazımdır ki, uşaq məşqdən soyuya bilər, uşaqda idmana qarşı. Onun kökü bizim sahədən başlayır, elmi müəllim. Orada məsələn uşaq yeməyəndə indi müəlliməni çağıracam, bax müəllimə, yaxud polisi çağıracam, tez ol yeməyi ye. Biz oradan məsələlər kökdən başlayır, sonra gəlib o proses çıxır, məsələn, məşqçi səviyyəsinə. Daha yaxşı məsələ. O çox düzəlməlidir. O çox vacibdir. Yəni biz, baxın, bütün bunlar əlbəttə ki, indi izləyən valideynlər də mənlə razılaşarlar. O formada edən valideynlər də müsbət niyyətlə edirlər, xoş məramla edirlər, uşaqda nəsə bir momenti dəyişmək istəyirlər. Amma təcrübələr göstərir, indi mən də bu sahəni araşdıran bir mütəxəssis kimi deyirəm ki, bu yanlış olur da. Yəni o uşağa mənfi təsir daha çox olur ki, nəinki müsbət. Ona görə daha doğru formaları seçmək, təcrübələri istifadə etmək daha belə deyək də məqsədə uyğundur, tövsiyə olunandır. Karate ümumiyyətlə, yəni təkcə zərbə vurmaq, yəni bu uşağa dalaşmağı, döyüşməyi kobud ifadə eləsəm, öyrətmək deyil. Burada zərif motorika, beynin inkişafı, yəni bunların hamısına karatedə o koordinasiyalı hərəkətlər ki var, bizim kata adlandırmamız, kikon hərəkətlər var. Bunlar hamısı uşağın, belə deyək, o mürəkkəb hərəkətləri öyrənməyini ondan tələb etdiyinə görə onu beynin inkişafına da təsir edir. Bir təhsil eksperti kimi sizdə yəni belə bir fikrinizi almaq istərdim ki, bu fiziki hərəkətlərin, o koordinasiyalı hərəkətlərin uşağın beynin inkişafına, dağınıqlığı, diqqət dağınıqlığının qarşısının alınmasına və məktəbə hazırlamasına, o hazırlama mərhələsinə nə qədər təsiri var, yəni necə təsir edir, o barədə fikirləriniz olmaz. Elməm, çox təşəkkür edirəm bu sualı verdiniz. Bu ümumiyyətlə valideynlər üçün çox önəmli sualdır. Niyə? Çünki daha çox biz də baxırıq, biz də əhatədə nə qədər valideyn olur da, daha çox valideynlər köklənir akademik hazırlığa, məktəbin akademik hissəsinə, deyək ki, repetitorlarla, kurslar vasitəsilə ki, uşaqlar, məsələn, yazı, oxu, riyazi biliklər, bunlar çox, testlər, bunlar çox olmalıdır, amma o ümumi uşağın məktəbə, həyata hazırlığının bir istiqamətidir. Yəni mütləq şəkildə fiziki fəaliyyət olmalıdır, çünki ümumi uşağın koordinasiyası üçün, ümumiyyətlə davamlılığı, səbirli olmağı, öz diqqətini bir prosesin üzərində yönəltməsi üçün mütləq vacibdir. Məsələn, siz özünüz də mənim övladımı kiçik yaşlardan tanıyırsınız. Karateni seçməkdə məhz onun, deyək ki, o müəyyən belə deyək də aktivliyi, indi hiperaktivliyi də hətta deyərdim və hal-hazırda doğulan uşaqlarda da ən çox müşahidə olunandır. Ümumiyyətlə, daha onların diqqətini cəlb etmək, hər hansı bir prosesə fokuslamaq çox çətindir. Ona görə də, məsələn, belə bir idman növü kömək olur. Bir də, məsələn, mənim övladımda da hansısa bir emosiyaların idarə olunmağında çətinlik olurdu. Deyək ki, uduzmaq istəmir, hansı məğlubiyyət istəmir və yaxud da ki, tez özündən çıxıb reaksiya vermək kimi hallar var və biz bu idmanı seçməklə onda gedən irəliləyişləri, o dəyişiklikləri anban, aybay, ilbəy, bu da bir gün olmur. Yəni, heç bir məşqçi, müəllim, sehirbaz deyil ki, bir çubuq toxundurmaqla dərhal bizim uşağımızı dəyişdirsin. Bu böyük bir əmək istəyir.
Karate fəlsəfəsi olan idmanlardır. Və eyni zamanda da hörmət. Baxın, o hörmət hissi də, yenə də deyirəm, ailə, əlbəttə ailə də evdə hörmət, dəyərlər aşılayır, amma məsələn, mən müşahidə etdiyim böyük şəxslərlə, ana kimi mən də müşahidə edirəm övladımı, məsələn, baxıram ki, necə o hörmət hissi, ünsiyyətçilik, komanda ruhu, birlikdə olmaq. Yəni, mənim uğurum bu ayrı bir, belə deyək də, fikirdir. Amma bizim uğurumuz o başqa bir şeydir. Bizim Aydınla elə başlamağımız olsun məktəbə qədər. Bəli. Bağça dövründən. Hazırlıq dönəmindədir. Və orada da uğurlu işlərimiz olmuşdu bizim. Yəni, Aydın-gildə digər qruplarla işləmişdim Bağça dönəmində. Və hətta belə deyək, o 5, 6, 4 yaşlı uşaqlar bəzən olurdu. Onların o koordinasiyalı hərəkətlər edir. Katana öyrənməyi özü bir möcüzəvi bir şey kimi görünə bilər. Düz uzun bir zaman alırdı. 3 ay, 4 ay biz onu təkrar eləyib nəticəyə gəlirdi. Amma yenə də, yəni qeyd etdiyim kimi, karatenin fəlsəfəsi onsuz da bizə səbirli olmağı öyrədən fəlsəfədir. Yəni, hörmət və səbri aşılamağa çalışırıq biz. Bu da uzun müddət aparan bir prosesdir. Aydının belə deyək, Bağçadan başlayaraq 7 ildən sonra Qara Kəmərə gəlib çatmağı özü bir o həmən səbrin, gözümün, intizamın göstəricisidir ki, çünki o səbrin onu gözlədir. Bir il əvvəl də o imtahan verə bilərdi, amma mən onun məşqçi olaraq qərar verdim ki, bu imtahanı baxıram. Biraz daha gözləsin. Səbirlə gözlədi, üzərində işlədi və uğurlu bir imtahan prosesi keçdi. Sonuncu bizim imtahanımızda Qara Kəmər dərəcəsinə gəldi çatdı. Yəni, bu Qara Kəmərə çatmaq da karatenin sonu deyil. Yəni, o başlanğıcdır. İndi daha deyək, o əsas proseslər başladı və elə sizlə də fikirlərinizdən də belə ortaq bir məxrəcə gələ bilərik ki, biz həm beynin inkişafına, həm o hisslərin belə deyək, cilovlanmasında bunun mütləq şəkildə. Məsələn, Bağça dövrü elədir ki, orada indi kompleks yanaşmada fiziki fəallıq, zehni fəallıq olur, amma məktəb ki başlayır, 6 yaşdan indi bilirsiniz ki, ibtidai təhsil başlayır və ancaq akademik yönə uşağı yönəltmək bu bir tərəfli inkişaf edir. Hətta əksinə. Yəni, orada çox məsələlərə toxunmaq olar da. Uşaqların immun sisteminin möhkəmlənməsi, bu da rol oynayır. Məsələn, tez-tez xəstələnmə halları, ümumi sonra qərar verməyə çox böyük təsir göstərir. Müstəqilliyə, özünün qərar verməyənə. Yəni, burada faydalar kompleks. Bir ailə istər-istəməz, yəni bütün hər şeyi öz övladına nə qədər mükəmməl bir ailə olsa belə verə bilməz. İndi mən də bir mütəxəssisəm, bir anayam, amma evdə mütəxəssis deyiləm ki, mən evdə anayam. O ana, mütəxəssis, bunlar başqa-başqa şeylərdir və hər şeyi də ata-ana hamısını edə bilməz. Ona görə mütləq şəkildə doğru fəaliyyətlərə uşağı yönəltmək lazımdır. Biz əgər deyirik ki, hər tərəfli şəxsiyyət formalaşdırmaq istəyirik. Ona görə də ötürmək lazımdır və məktəbdə uğurlu olmağını istəyiriksə, davam etməliyik. Mənim öz, bayaq da bildirdim, övladlarımın 9-cu sinifə çatanda, məsələn, ətraf hamısı deyirdi ki, çıxardın, yaxşı oxuyurlar, sonra universitetə daxil ola bilməyəcəklər. Yəni, mən inanırdım ki, disiplin və uşağın çalışqanlığı onu hər bir uğura aparacaq. Yəni, biz dayanmamışıq, biz bütün beynəlxalq festivallarda da 9, 10, 11-ci siniflərdə iştirak etmişik və çox yüksək balla universitetdə qazanıb qızlarım. İndi Aydın da inanıram ki, o əzmkarlığı özündə formalaşdıracaq və biz də əlbəttə dəstək olacağıq. Gözəl vurğuladınız və elə bizim özümüzün klub daxilində tələbələrimiz var, hansı ki, artıq ali təhsili başqa qrupa nə gözəl, bizim nümunələrimiz də var. Uğurludular, xaricə təhsil alan tələbələrimiz kifayət qədər var və onlar o hazırlıq dönəmində 10-cu, 11-ci sinifdə oxuyarkən məşqlərinə davam eləmiş tələbələrimizdir. Hətta yarışlara gedən, səfərlərə gedən tələbələrdir ki, hansı ki, onsuz da onun məktəbdə yükləndiyi, yəni orada beynin yüklənməsində gəlib məşqdə atır və o fiziki hərəkətləri etməklə belə deyək, biraz da beyni rahatlaşır. Enerji də doğru paylanmalıdır. Mən bir şey də deyim, mən fürsətdir də bugün sizin efir çıxış
baxışdır insanlara. Yəni bütün bu informasiyaları uşağın beyninə də biz valideynlər qoyuruq. Məsələn, sən universitetə hazırlıq dövründə məşqlərə gedə bilmərsən, çünki universiteti qazanmayacaqsan. Bu informasiyanı biz uşağın beyninə qoyuruqsa, onu ona inandırırıq. Amma biz əksini edəcəyiksə, əksinə, bəli, məşqçi ilə danışmaq olar, orada hansı bir günlərdə, əlbəttə çox sıx olan bir prosesdən hansı bir gündən deyək ki, gəlməmək və s. kimi onu tənzimləmək olar. Amma tamamilə yəni kənarlaşdırmağın belə deyək də tövsiyə olunan deyil, insanın formalaşmağı üçün. Doğrudur, təşəkkür edirəm fikirlərinizə görə. Xəldə xanım, keçən növbəti belə deyim, məncə maraqlı müzakirəyə səbəb olacaq sualdır. Karate aqressiyanı artırır, yoxsa kontrol etməyə kömək edir? Kənardan ola bilər elə görünsün bəlkəm ki, yəni döyüş növüdür ki, aqressiv ola bilər uşaq, amma məsələn, mən də öz övladımda müəyyən belə deyək də aqressiv fon, deyək ki, hansı bir məsələlərdə çətinlik çəkəndə onu necə idarə edəcəyini bilməyəndə hirslənə bilirdi və s. kiçik yaşlarından və belə deyək də onun daha çox azalmağını müşahidə etmişik bu illərdə və əksinə burada uşaqlar aqressiv deyil, öz aqressiv fonunu doğru idarə etməyi öyrənirlər. Məsələn, onu tutaq ki, uşaq onu necə idarə edəcəyini bilməyəndə, onu çox belə deyək də partlayış formasında harda, cəmiyyətin hansı hissəsində çıxaracağı bəlli deyil və yeniyetməlik dövrünə çatanda da bu partlayış daha da artır. Ona görə valideyn bunun fərqində olmalıdır və kiçik yaşlarından əksinə bu idman növü o enerjini doğru paylamağa və gücünün hansı hissədə nə qədərini necə istifadə edəcəyini öyrənir. Və biz də bu məktəbin belə deyək də aktiv iştirakçılarıyıq. Mən özüm də valideyn kimi əsas bu hissə mənim üçün çox önəmli idi ki, onu uşaq doğru nizamlamağı öyrənsin. Gözəl vurğuladınız. Məşqçi olaraq, yəni belə deyək, karate ilə 25 ildən artıq müddətdir ki, peşəkar olaraq məşğul oluram. Mənim birinci valideynlərə bildirdiyim və izləyicilərlə paylaşmaq istədiyim odur ki, karate müdafiə olmağı öyrədir. İlk növbədə, yəni o aqressiya məsələsinə gəlincə, birinci hörmət etməyi və özünü qorumağı öyrənir. Yəni bu özünü müdafiə belə deyək, idmanıdır və fəlsəfəsi olduğuna görə də o bayaq qeyd eləmişdik, qarşındakı hörməti uşağı aşıladığına görə o hisslərini, çünki karatedə olan qaydalar var. Çünki döyüşlər də artıq, yəni peşəkar idmançı səviyyəsində də o yarışlara qoşulanda orada qaydalar var, sərt zərbəyə görə xəbərdarlıqlar var, yəni rəqibi tutma, rəqibə qarşı aqressiya, yəni bunların heç birine icazə olmadığına görə uşaq bunları məşqlərdə öyrənir, məşqlər tərəfindən onlara aşılanır və o aqressiyasını belə deyək, o fiziki hərəkətlərlə boşaltmış olur. Siz bayaq qeyd edərsiniz ki, bu yeniyetməli yaşında və yaxud cəmiyyətdə başqa bir formada onu boşalda bilərdi. Onu qeyb idmanda həm kontrol etməyi öyrənir, həm də orada onu biraz yorğunluqla, fiziki hərəkətlərlə boşaltmış olur. Ona görə də karate buradan biz açıq aydın bir nəticə gəlir ki, uşağı aqressiyanı öyrətmir. Əksinə o aqressiyasını kontrol altına almağı öyrədir uşağı. Bir də indi məsələn texnologiya əsridir, elməm. Uşaqların bu əyləncədən də kənar dərsləri ilə də bağlı deyək ki, sosial şəbəkələrdən, platformalardan istifadə edirlər. Yəni daima telefondur, planşetdir, ekrandır, kompüterdir. Bu artıq həyatımızın bir hissəsidir. Və biz indi onun mənfi tərəfindən danışmırıq. Hətta müsbət tərəfi belə həyatımızdadır və bu çoxdur. Yetərli qədər çoxdur. Yəni düşünün ki, oradan ayrılıb tam fiziki fəaliyyət görün nə qədər onun beyninin inkişafına, fiziki aktivliyinə təsir göstərir. O karate ilə aqressiyanı assosiasiya etməyin də səbəbi bizim belə deyək də 90'lardan sonra o filmlərdən qalıb ola bilər. Kimisə sındırmaq, öldürmək, belə deyək də o rəqibi məhv etmək kimi
fikir formalaşmışdı, amma karate ilə həqiqətən idmanla məşğul olandan sonra biz görürük ki, istənilən idmanla Bəli, məşğul olmaq bəli. uşağa disiplin öyrədir. Bunun fərqi yoxdur. Sən boksla, güləşlə, judo ilə və yaxud karate ilə məşğul olursan. Yaxın şərq idman növlərində isə fəlsəfə olduğuna görə bu daha da uşağa o hissləri kontrol etməyi öyrədir və qeyd etdiyim kimi qarşısındakına hörmət etməyi öyrədir. Çünki sən rəqibə zərbə vuranda, rəqib sənə zərbə vuranda, sən özündə o ağrını hiss eləyəndə artıq onun da nə hisslər keçirdiyini bilirsən və ona da belə deyək də o empatiya yaratmağı yəni rəqibi düşmən kimi görmür də uşaq. Çünki o bir dəqiqə yarım, bir dəqiqə və yaxud 2 dəqiqə indi o yaş kateqoriyasına görə döyüş müddəti bitdikdən sonra neynir? Hakim göstərişi ilə bir-birinə sağollaşır, görüşürlər, ondan sonra ayrılırlar. Yəni döyüşə çıxanda onu rəqib kimi görürdüsə, döyüşdən sonra bitdi. Yəni onun kimi bir idmançı, karateçi və yaxud hər hansı bir idman növünə məşğul olan idmançıdır. Yəni buradan da biz bir daha təkrar vurgulamaq istəyirik ki, karate aqressiyanı deyil, əksinə aqressiyanı kontrol altına almağı və hörməti öyrədir tələbələrimizə. Biz onu aşılamağa çalışırıq. Və o aqressiya, hisslərin cıvılanması məsələsinə gəlincə, Aydının biz illər əvvəl yarışda məğlub olduğu döyüşlərdən sonraki formasını xatırlayandı. Hətta ona görə cəzalanmışdı. Bildirmək istəyirdim o barədə. Çətin olurdu ona, yadınızdadır necə çətin olurdu. O illərlə, yəni o səbir məsələsi, yəni hansı ki bizə karate onu öyrədir və valideyn də orada səbirli olmalı. Çünki uşaq Aydının ötəsinə buraxsaq orada növbəti yarışı istəmirəm və yaxud məşqə getmək istəmirəm deyə bilərdi həmən anda, həmən hisslərlə. Bəli. Siz valideyn olaraq səbirli davranırsınız. Həmən anda onu cəzalandırmadınız, əksinə yanında oldunuz. Mənimlə bölüşürdünüz, mənim bəzən yarışlarda görmədiyim məqamlar da olur, çünki başqa uşaqlarla döyüşən vaxtı. Biz onun üzərində işləyərək, səbirlə, illərlə üstündə işlədik. Artıq indi həm qələbəsini, yəni lazımi qaydada qeyd edə bilir, həm çünki idmanda təkcə qələbə yoxdur, məğlubiyyəti də, yəni artıq o hisslərini cilovlaya bilir. Artıq bunu öyrənə bilibsə, bu ona karatenin, idmanın faydası kimi rahat qəbul edə bilir. Burada bir incə cizgi var. Məsələn, biz indiki dövrdə müasir uşaqlarla işləyəndə, yanaşmada, ailədə də olanda deyirik ki, uşağı məcbur etmək lazım deyil, bu doğru deyil məcbur etmək. Burada bir incə cizgi var. Bəzən görürsən ki, uşaq hansısa bir haldan sonra deyir ki, məsələn, mən istəmirəm və yaxud da ki, ola bilər bədən ağrıları olur, o ən çox da ilkin başlayan illərdə olur bir şeydir. Bir də, məsələn, tənbəllik də bunu adlandıra bilərik də. Əlbəttə, evdə divanda telefonla uzanmaq daha rahatdır, nəinki gedib mən o məşq etməliyəm. Buna da bədən, beyin uyğunlaşmalıdır da bu prosesə. O momentdə uşaq istəməyə bilir və yaxud deyə bilir. Onu valideyn, o momentdə valideyn onu çox düzgün ölçməlidir də və bu məcburiyyət deyil də təşviq etməlidir. Təşviq çox vacibdir orada. Onun vacibliyinə uşağı inandırmalıdır ki, bu vacib. Çünki biz yetkin insanıq, biz böyük, biz başa düşürük özümüz ki, idman uşaq üçün vacib bir amildir. Biz özümüz onda seçməliyik. Divanda uzanıb, burger yeyib, telefon əlində uzanan uşağımı yetişdirmək istəyirik, yoxsa fiziki aktivliyi olan bir uşaq yetişdirmək istəyirik. Bu qərarı valideyn doğru verməlidir birinci özünə, övladını da təşviq etməli. Bu məcburiyyət deyil, bu təşviqdir. Uşağı həvəsləndirməkdir. Bəli, o vərdiş halına gələnə qədər valideynin dəstəyi mütləq. Bəli, çünki uşaq birinci bədəni, əzələləri yorulur, bilir ki, indi o məşqdə, amma artıq bədən, beyin buna öyrəşəndən sonra o özü can atacaq o məşqə. Təcrübə də göstərir ki, bugün uşaq istəmir və valideyn onu dəstəkləyirsə, növbəti məşqə onu gətirmək daha çətin olur. Çünki o məşqlər arasında fasilə yarandıqda, adətən bu yay tətillərində olur, yəni rayona getməklə, bağa getməklə bağlı bir müddət fasilə yaranır və əksər hallarda biz görürük ki, uşaqların məşqə qayıtmağı çətin olur. İstəksiz olurlar və məşqdən soyuma belə deyək, baş verir. O bilir ki, gəlsə biraz ona əvvəlki dönəmdə belə deyək, çətin olacaq adaptasiya olmaq və orada valideynin dəstəkləməsi, yanında olmağı, yəni bunu məcburiyyət adlandıra bilər, amma məcburiyyət deyil də. O bilir ki, uşağı üçün faydalı bir iş görür. Çünki bir məşq, 2 məşq, 5 məşq məcbur eləyəndən sonra, yəni uşağı məşqə gətirəndən sonra artıq o istək təzdən istisna hallar ola bilər. Uşağın öz fiziki, belə deyək, halı ilə, ümumi, belə deyək də, ola bilər istisna bir hallar. Amma biz indi ümumi normatiplik inkişaf uşaqlardan danışırıq.
və ümumilikdə də təcrübədə bu belə olur. Çətinlik birinci insanı qorxudur, amma ona öyrəşəndən sonra, üstünə gedəndən sonra baxırsan ki, aşa bilirəm onu. Prosesdə də görünür. Yəni bizdə zala daxil olan uşaqların heç birində o istəksizliyi mən görmürəm. Çünki ap-havaya düşəndən sonra, isinmə hərəkətinə başlayandan sonra, məşqin giriş hissəsindən sonra artıq o istəməməyi, onlar hamısı qalır qapının arxasında. O məşqə fokuslanır, axıra qədər məşqini eləyir, istəkli şəkildə. Əlbəttə. Tərlədikdən sonra o şirin, o belə deyək də, ağrılar, yorğunluq ki olur. Onunla idmanla məşğul olanlar bilərlər, o hisslərin yerini heç nə vermir. Uşaq həmən yorğunluqla evə gedib, yuyunduqdan sonra və məşqdən sonra yuyunduqda o aldığı həzzi, onu nə iləsə əvəz eləmək olmaz. O telefonla dediyiniz kimi uzanıb gözlərini koramaq, beynini lazımsız məlumatlarla yükləməkdənsə həmən prosesdə iştirak etməyi daha faydalıdır və məşq təkcə 1 saat, yarım, 2 saat o proses deyil. Uşağın məşqə gəlməyi, məşqdən evə getməyi bu təxmini bir 3 saat, yarım, 4 saat vaxtını alır. Yəni bu proses də onun bayaq qeyd elədiyimiz kimi xarakterinin, şəxsiyyət kimi formalaşmasının hər bir şeyə təsir edir. Çox faydalı olur. Xarakteri orada birbaşa təsir olur. Xarakter formalaşır. Yenidən zala qayıtmışkən bizim növbəti sualımız keçmiş o sərt qaydaların bugün nə qədər aktual olmalı? Bu maraqlı sualdır. O qaydalar bugün işləməlidir? Ümumiyyətlə, Elmi müəllim, bu dəqiqə biz də indi təhsil sektorunun insanlarıyıq. O qaydaları biz təhsil sahəsində də dəyişmişik. Son bu 10 illikdə, 15 illikdə ümumiyyətlə dəyişmişik və dəyişməyə davam edirik. Çünki bu mövzu aktualdır da bu dəqiqə. Məsələn, əvvəlki keçmiş yanaşmalar, istər ailədə valideyn, istər məktəbdə, deyək ki, məşqlərdə, məsələn, o sərt əmr tonunda olan yanaşmalar indiki uşaqlarla uyğunsuzluq təşkil edir. Mən öz şəxsi bir fikrimi bildirəcəm bugün, həm mütəxəssis, həm ana kimi. Burada belə bir sərhəd qoysaq, demək, çox vacibdir ki, məşqçi uşağı təhqir edib şəxsiyyətini alçaltmasın. Bəli, burada uşaq hüquqları da pozulur, şəxsiyyət alçaldılır, deyək ki, məsələn, uşağın birbaşa şəxsiyyətinə məşqçi çox kobud zərbə vurur, onu alçaldıcı formada da, deyək ki, ona davranır. Amma məşqçinin ciddiliyi, komanda tonunda yüksək, belə deyək də, komanda tonuyla uşağa nəyisə sərt deməyi, o qaydanı ondan yüksək tonda tələb etməyini normal hesab edirəm. Çünki peşəkar idmanda sərtlik komanda tonu olmalıdır. Amma yenə deyirəm də bu şəxsiyyəti alçaldıcı yerə getməli deyil və fiziki şiddət ümumiyyətlə indi müzakirə olunmur, qəbul edilməzdir. Yəni sosial şəbəkələrdə də illərlə fiziki şiddət göstərən məşqlər bəzən paylaşılıb. Belə bir hallar da valideynləri narahat edib, amma fiziki şiddət, alçaldıcı ton olmadığı təqdirdə sərtlik, o komanda tonu da o olmalıdır. Mən sizin fikirlə tamamilə razıyam. Yox, razıyam. Yəni, mən özüm bir eski məşqlərdə o pərdəni aradan gelməyinə icazə vermir məşqlərdən. Yəni, o ciddi sərtliyi saxlayıram. Yəni, uşaqla lazım olanda dostluq da eləməyi bacarıram. Lazım olanda o aradakı subordinasiyanın aradan getməyinə də icazə verməyən məşqlərdənəm. Amma dediyiniz kimi təhqir və yaxud uşaqların belə deyil, o zorakılıq tətbiq edilməsinin mən də qarşı tərəfdarı deyiləm və ümumdünya elə öz növümüzdən götürsək, Karate Federasiyasında son illərdə ciddi tələbi var. Orada bildiyimiz kimi yarışlarda iştirak edən məşqçilərin lisensiyası olur. 3 illik müddəti verilən lisensiyalar var və ilkin belə məsələlərdə ən azı 6 aylıq məşqçilik hüququndan, yəni o yarışda iştirak hüququndan məhrum olunur. Lisensiyası dondurulur. Hətta bunun 1 il, 3 il ömürlü uzaqlaşdırılan halları olur. Yəni orada təkcə uşağı vurmaqdan getmir söhbət. Uşağı təhqir etmək, ona agresiv, çünki onsa məğlub olub o ruh düşkünlüyünə sən də biraz onun üstünə belə deyək, o təhqir edici
yanaşma ilə lap sındırmış olur uşaqları. Mən də bunun əleyhinəyəm. Amma biraz da uşaqlar fərqlidirlər. Yəni məşqçi də biraz həm pedaqoji yanaşmanı, həm də ki psixoloq kimi yanaşmanı bilməlidir. Çünki individual uşaqlar və hər bir uşaq var, xoşlayır onun belə deyək, üstünə qışqıranda nəyisə etməyi, uşaq var tərifləyəndə xoşlayır, məşqdə daha belə istəkli olur, uşaq var bir dəfə ona demək kifayət eləyir. Ona görə də uşaqlar fərqli olduğuna görə məşqçi də bunu öz təcrübəsinə biraz əsaslanır, biraz o dediyim kimi psixoloq kimi yanaşmaqla fərdi şəkildə tənzimləyə bilər. Bunu biz indi sual formasına qoysaq, yenə də burada bölünmüş iki dənə təbəqə görərik. Kimlərsə keçmiş o sərt metodların tərəfdarı olacaq, kimlərsə artıq yeni belə deyək də qəbul edilməyən tərəfdə olacaq. Bunu balanslaşdırmaq və əlbəttə ki dediyimiz kimi təhqir, təhdid, ondan sonra zorakılıq, bunlar olmamaq şərti ilə o balansı qorumaqla əsas məqsəd nədir? Uşağa faydalı olsun. Mütləq. Bir də gələn nəsildə, fərqli nəsildə ona uyğunlaşmaq da vacibdir. Xalidə xanım, bizim verilişimiz məncə maraqlı alındı. Onun yekun mərhələsində belə bir sual vermək istəyirəm sizə. Sensei karatedə hər şeydir. Valideyn senseyin, məşqçinin fikirlərini, qərarlarını şübhə altına evdə almalıdırmı? Yəni buna müdaxilə etməlidirmi? Yoxsa o məşqçinin avtoriteti evdə də qorunmalıdır? Mütləq şəkildə qorunmalıdır. Yəni əgər valideyn bir idman növü ilə məşğul olmaq üçün övladına etibar edibsə, mütləq şəkildə evdə onun avtoritetliyi qorunmalıdır. Valideynin əgər hansısa bir sualı varsa, onu sensei ilə, məşqçi ilə özü fərdi olaraq müzakirə etməlidir, sualına cavab almalıdır. Amma məsələn, ev şəraitində uşağı belə deyək də, müəllimin avtoritetliyinə şübhə yaratmaq bu ən böyük səhvdir. Əvvəla, baxın, bu səhv sensei üçün deyil. Bu səhv ən çox mənfi təsirini məhz bizim öz övladımız üçün görür. Çünki onda ikililik yaranır. Ümumiyyətlə, biz dürüstlükdən əgər danışırıqsa, bu dürüstlük deyil axı. Biz əgər övladımızı həm o kluba üzv etmişik, həm həmin məşqçinin yanına gedir, eyni zamanda da onun barəsində qeyri-dürüst yəni formada müzakirə aparırıq və yaxud da onun addımlarını şübhə altına alırıq. Bu adətən yarışlarda uğursuz nəticələrdən sonra bu fikirlər yarana bilir valideynlərdə. Bu şəffaf müzakirə formasında olmalıdır. Tamamilə doğrudur. Yəni... Məsələn, valideyn deməlidir ki, mənim üçün bu narahatlıqlar qaldı. Mən bunu sensei ilə müzakirə edərəm. Onun fikri mənə maraqlıdır ki, o nə deyəcək, məsələn, o necə fikir. Bu başqa məsələ. Yəni, bu formada olmağı daha doğru olar. Tamamilə doğrudur. Ona görə də mən buradan elə bizim izləyicilərə də səslənirəm ki, uşağın hansı idmanla məşğul olmasına asılı olmayaraq, bəli, valideynin məşqçi ilə kontaktda olmağı vacibdir. Yəni o qaranlıq qalanı, onu narahat edən məsələləri birbaşa valideyn məşqçiyə deməyi bacarmalıdır. Soruşmağı bacarmalıdır, müzakirə etməyi bacarmalıdır. Yəni uşağın yanında məşqçinin məşq metodunu bəyənmirsənsə, evdə bunu müzakirə edirsənsə və yaxud məğlubiyyətində məşqçini günahkar bilirsənsə, deyirsənsə, artıq məşqçinin avtoriteti belə deyək, kölgə altına, sual altına almış olursan və uşaq da yəni məşqdə istəksiz olacaq, məşqə həvəssiz gedəcək, məşqçinin əvvəllər qəbul etdiyi kimi, avtoritet kimi qəbul etməyəcək və ona görə orada əvvəldə qedirdik, sensei karatedə hər şeydir. Çünki bu ustad səviyyəsi, məşqçidən də üstün bir şey sayılır, müəllim, yəni buna hər şeyi qoya bilərik, adı qoya bilərik. Və valideynlər də bunu da mən xüsusi vurğulamaq istəyirəm ki, yarışa uşaqlar kimisə döymək üçün deyil, yarışa uşaqlar məşqdə öyrəndiklərini nümayiş etdirmək üçün, elə özünə və məşqçisinə göstərmək üçün gedirlər. Yəni bu yanaşmanı biz qəbul etməliyik və mən məşqçi olaraq yarışda uşağın medal qazanmağından çox onun məşqdə öyrəndiklərini, özünə belə deyək də xas olduğu hücumları nümayiş etdirməyə çalışanda o mənim üçün daha uğurlu nəticə sayılır. Çünki o həyəcanın, o atmosferin içində o hücumları etməyə cəhd edirsə, əlbəttə ki, bu gələcək yarışlarda mütləq o gözlədiyimiz nəticələri gətirib çıxaracaq. Bu yanaşma hər bir valideyndə olmalıdır. Razıyam sizdən. Xalidə xanım, mən sizə təşəkkür edirəm. Qonağımız olduğunuz ilk verilişimizdə. Ümid edirəm ki, izləyicilərimiz üçün də
faydalı məlumatlar verə bildik və çalışarıq ki, əvvəldə qeyd etdiyim kimi idmanın pərdə arxasında biz o görünməyən tərəfləri müzakirəyə çıxaraq bir daha sizə təşəkkür etmək istəyirəm. Çox sağ olun. Öz fikirlərinizi bildirə bilərsiniz. Bəli, çox şad oldum həqiqətən. Mən də təşəkkür edirəm ki, məni dəvət etdiniz və bir də layihənin ilk qonağı mən oldum. Minnətdarlıq bildirirəm və son olaraq bildirmək istəyirəm ki, karate və idmanda iştirak bu bir kompleks inkişafdır. Bunu təkcə hər hansı bir yarışda medal qazanmağıyla yəni ölçmək doğru deyil. Bu uşağın hər tərəfli inkişafına, zehni, fiziki, psixoloji inkişafına və gələcəkdə necə bir uğurlu iş sahəsində cəmiyyətdə özünü necə ifadə etməyinə çox böyük təsir edəcək. Ona görə də bütün ailələrə, bütün uşaqlara uğur diləyirəm və elməm sizə təşəkkür edirəm. Uğurlarınız bol olsun və görün nə qədər uşaq sizin klubda formalaşır, inkişaf edir. Hər zaman uğurlar bol olsun. Çox sağ olun. Minnətdaram sizə. Siz sağ olun. Mən də yekunda bildirmək istəyirəm valideynlərimizə ki, övladlarınızı idmana qoymaqdan, yazdırmaqdan çəkinməyin. İdmanın hansı növündən məşğul olmağından asılı olmayaraq, bu sizin övladlarınız üçün həm fiziki, həm psixoloji yəni inkişafına müsbət təsir edir. Əlbəttə ki, seçimi etməmişdən öncə maraqlanmalısınız, çünki orada olan ab-havanı dəyərləndirmək lazımdır. Zalın şəraiti, məşqçinin təcrübəsi, məşqçinin yanaşması, bunları hamısını araşdırmaq mütləq lazımdır. Çünki övladınızı idmana sağlam yetişməsi üçün verirsiniz. Ona görə bu məsələlərə diqqətli olmağa tövsiyə edirəm və biz də gələcək verilişimizdə o görünməyən tərəfləri, yəni qaranlıq qalan sizə sual doğuran məsələləri gündəmə gətirməyə çalışarıq. Orada iki dənə də suala baxın. Orada bir o agresiya ilə bağlıydı. Hə, onu deyin. O vacibdir. Siz nə qədər agresiv uşaqlar var indi bağçalarda. Köhnə sərt metodlar. Bunları mən istəyirəm ikisini də eləyək. Deyin, o maraqlı olacaq. İkisi də mən. Agresiyan deyin, sərt deyin.